Salamlar hər birinizə, əziz izləyicilərim. Bu aralar pomidorlarım tez-tez qızarır deyə onları dəyərləndirmək istəyirəm. Yəni artıq turşusunu qoymuşam və başlayıram başqa nələrsə eləməyə. Siz pomidordan nələr edirsiniz, yaza bilərsiniz. Mən bu dəfə pomidor soku, el arasında azika da deyirlər, hazırlayacağam. Onun üçün reyhanı toplayıram. Reyhan çünki bolluca reyhan vururam mən. Reyhanı sevirəm və dadlandırır. Pomidorları belə yığıram, yuyuram, qəşəng tərtəmiz. Çöplərini də təbii ki arıtlayacağam. Və başlayıram pomidoru doğramağa. Yəni böyük doğramağa ehtiyac yoxdur. 4 yerə bölsəniz hər bir pomidoru yetərlidir. Artıq doğrayandan sonra belə ocağın üstündə bir 15-20 dəqiqə, yəni suyu tam çıxana qədər görürsünüz ki, artıq pişib də, tam pişib, qaynadırıq. O qaynayandan sonra soymağa buraxırıq. Biberləri balaca doğruyoruz. Balaca olmalıdır içine. Biber onu susda da verir. Sarımsaqlarımızı da balaca doğruyoruz. Mümkün qədər balaca olmalıdır. Sarımsaq da əlbəttə zövqə görədir. Elə adamlar çox sevir deyə çox vurur. Adam da var ki, az istəyir. Amma bu pomidor sokunu əsas tam verən buna var ki, sarımsaq. Reyhan da çox gözəl dadı verir. Hamısını mümkün qədər balaca doğramaq. Yaxşıdır. Biraz ip bıçağımız olsa daha yaxşı olar. Mən biraz da kərəviz vuracağım. Kərəviz də biraz soğana oxşuyur. Başqa bir dad verir ona. Sıxıb azalacağım ki biraz dadı gəlsin. Bu arada təşəkkür edəsin. Soyandan sonra belə süzgəcdən keçirirəm. Yəni blenderlə də eləmək olar, amma bu daha təbiidir. Blender dadı dəyişir. Yəni amma süzgəc təbiidir. Nənə babalarımız da belə eləyib. Mən əlimlə keçirirəm. Bir çoxunuz bəlkə də xoşuna gəlməyə bilər, amma təbii ki əllərimi tərtəmiz yuyuram və bunu eləyirəm, daha rahat olur. Suyunu belə qoyuram qazana, keçirəndən sonra başlayır qaynamağa. Yəni hələ heç nə atmıram, sadəcə sarımsaqları tökmüşəm. Sonra belə doğradığım biberləri, göyərtiləri əlavə eləyirəm. Onları da qarışdırıram. Biraz yəni bunu pişənə yaxın tökürəm, çünki göyərti və biber tez pişir. Tez tökməyə ehtiyac yoxdur. 2 qaşıq xörək qaşığı duz əlavə edirəm. Yəni duz və istot zövqə görədir. Elə adam var ki, duzlu sevir, elə adam var ki, acı sevir. Məhz buna görə siz ayarlaya bilərsiniz. Ona görə də mən resept vermirəm. Ümumi danışıram ki, istədiyiniz şəkildə əlavə edə biləsiniz. Belə artıq görürsünüz ki, suyun çəkir. Qarışdıranda suyun çəkirsə, demək ki, hazırdır. Bunu sulu şəkildə də saxlamaq olar, yəni sox şəklində içmək. Amma mən adətən biraz qatı eləyirəm ki, yeməklərdə daha ləzzətli olur. Yəni onu kartofun yanına, makaronanın yanına qoyub yemək olar. Çörəyə sürmək olar hətta. Bankalara belə doldururam. Əvvəlcədən təbii ki, qaynarlanmış bankalara və bağlayıram. Yaxşı bağlayıram, yoxlayıram, qapağını yoxlayıram. Qaynatmıram, çünki yaxşı pişibdir, qaynatmağa ehtiyac yoxdur. Bir gün saxlayıram, artıq hazırdılar. Rahat şəkildə qışda yemək olar. Dediyim kimi yeməklərin yanına dad verir. Siz də hazırlayın, nuş olsun və eyni zamanda mən kanalımı bəyənməyi, abunə olmağı unutmayın ki, birlikdə bir şeylər eləyək, nəsə başara bilək. Təşəkkür.